Azərbaycandakı tək adam hakimiyyəti bu təhlükəni 2 qat artıq edir. Baxın, bir var ki, demokratik institutların olsun, devlət mexanizmlərinin olsun, parlamentin olsun, müstəqil şəkildə fəaliyyət göstərə bilən, yalnız qanunlara tabe olan, belə deyək, əzilməmiş ordun olsun, partiyaların olsun, demokratik cəmiyyətin olsun, azad mətbuatın olsun, sən dirənəsən imperiyanın qarşısında. Bir də var ki, bunların hamısı məhv edilir, bir nəfər qalır. O bir nəfərə təzyiq eləməyə nə var ki? O bir nəfər əlbəttə ki, bu saat özü istəməz, çünki Azərbaycanın müstəqilliyinə Rusiyanın əl qoyması həm də onun sərvətlərinə əl qoymaq olacaq. Ona görə də istəməz. Mən bütün tənqidi münasibətimə baxmayaraq hesab eləmirəm ki, İlham Əliyev istəyər ki, doğrudan da Rusiya imperiyası bərpa olunsun, Azərbaycanın da müstəqilliyinə və eləcə də sərvətlərinə əl qoyulsun. Amma onun istəməməsi böyük bir şey kəsb eləməz. Əgər ölkənin heç bir müqavimət imkanı olmayacaqsa və Rusiyanın tam nəzarətində olan bir region olacaqsa və buradakı bütün demokratik institutları da bitirəcəksə, o zaman tək qalacaq Rusiyanın qarşısında və hesablaşacaq.